Şübhəli şeylərə qulaq asmaq olmaz, şübhəli yerlərə getmək olmaz. Deyir, yaxşı danışır, Allah və Rasulü deyir. Nə olsun ki? Məyər indi dindən danışıb, Allah və Rasul deməyən var. Hamı deyir, Allah və Rasul deyir də. Adamları ilə aparıb azdırmadılar. Allah və Rasul deyir deyə. Yəni, yadınıza gəlmir, 2010-cu, 11-ci illər, fitnələr vaxtı, Suriya filan. Nə deyib aparırdılar? Allah və Rasul deyib aparırdılar. Nə deyirdilər? Deyirdilər ki, filan şair belə deyib, filan meyxanası belə deyib, elə aparırdılar. Yox, deyirdilər, Allah belə deyir, Rasulü belə deyir, alimlər belə deyir. Yalandan. Sonra çıxdı ki, alimlər belə deyirdi, mən də belə deyirdim, sonra belə deyirdim, mən də belə deyirdim. Min daha hoqqa. Yaxşı, bəs dində niyə belə deyir? Açıqsan, YouTube-u kimə gəldi qulaqsızsan? Deyirsən, bu adı görünəsə deyir, Allah və Rasul. Bəziləri də danışanda ağlayır. Bu da vahşi cəmaatı dəhşətləri eləyir. Və yapışmaq lazımdır sağlam Quran və sünnə və salih sahabələrin üzərində, salih sahabələr nəyin üzərində olmaq? Onun üzərində olmaq, ondan yapışmaq və örgənmək və soruşmaq.